Mən həmişə şəhid analarına bunu deyirəm. Bu mövzu həm də şəhid analarına aiddir. Şəhid analarına bunu deyirəm ki, gəlirlər ki, gedək şəhid anasına təsəlli verək. O təsəlli verməyə gələn adamlar qiyamətdə deyəcək ki, kaş onun yerində mən olardım. Nə təsəlli? Kimə təsəlli verirəm? Qiyamət günü görəndə ki, şəhid anası gəlib yuxarı başda xanım Fatimə Zəhranın yanında oturub, övladına qovuşub, ürəyə gözü şadlıq, Həzrəti Zeynəbə qovuşub, Peyğəmbər əhl-i beytinə, Peyğəmbərin özünə, Peyğəmbər özü gəlib şəhid ailələrini şəxsən qarşılayıb ayaqlarına duranda, onda o təsəlli verməyə gələnlər var, deyəcək ki, kaş mən bunun kimi olardım. Qiyamət günü hamı arzulayacaq, kaş mən şəhid olardım, ya şəhidin yaxını, doğması, qohumu olardım. Adam şəhid haqqında oxuduq şeylərə baxır, deyirsən ki, Allah nə qədər lütf edir bunlar.